Axşamınız xeyir olsun, əziz ovçu, balıqçı, dostlar, qardaşlar. Bugün fikirləşirik ki, inşallah ördək ovuna gedək. İnşallah uşaqları zadı gedib götürüb, dostları da götürək. Yolumuz Sarısu, İmişli tərəfədir. İnşallah Allah'ın köməkliyi ilə gedək oraya, ya Allah deyib çıxmışıq. Yaxşı çəkilişlər olar, inşallah onları da təqdim edərik sizə. Hələ ki Bakıdayıq, Bakının içindəyik. Bakıdayıq. Gedib uşaqları da götürüb, oradan tərpənək inşallah İmişliyə tərəf. Arxa adını görsənməsin. Arxa neyini səni? Arxa görsənməsi yaxşıdır. Bu da Elçin təzə maşını, xeyirli olsun. Hayır. Aa, kimin adına bak. Oraya bak. Kim var? İçeriden kıfırlıyor da Müslüm'le bakmamışlar. Geldik sattık Nərimanova. İndi yığışırıq. İnşallah bunlar qalsın burada. Bize yavaş yavaş çıxaq. Yolumuz uzaqdır. İmişli tərəfə. Geldik saattir ayrılmışsın sattık. Buradan yolumuz daha az kaldı. İnşallah yarım saat oldu sattık. Hesabı götürecek, bir 6-7 tane gedirdi qabaqda qazdan 1 metre qabağa, 2 metre qabağa su, 3-cü qaz düşdü. Yok şu. Allah. Başına değiyor, 100 var başına. Yok, qanadı görmüş. Başından... Hələ yer qanadına değiyor. Belki sulara öndürürsün. Yok, Qazı tərsinə mi bax o? Natar o qazı qanadına değmə, yaxın başına değir. Saat neçə olar? Saat 7 olar? Yok, 6'dır. 6. 6'dır səhər tezdən. Girmişik gölün içinə. Yavaş yavaş üzürük. Bizim su. Sarı suyruq diyorum. Yıldız dərinə aparacağım. Yed ya. Dərinə. Qoyun quşu görsün orada. İçində 5 atlar piriyacır da orada 2 tane. Daha o ovun da axırı da. Aparmayacağım yed ya sabah. Ha? Ama kara seyre gidiyor. 25'inde kurtarır o. Elçin bir el ile de Elçin. Kim dedi? Ha? Ha valla keçen ki bağlanmadı. Özde bu yıl başı tez açtılar. O sentyabrdan, hem oktyabrdan oldu, sentyabrdan açtılar. Avgust'tan açıldı. Avgust'tan ha. Ha Elçin, hello. Ha gel sat da ha. Gel sat sen de seçeydin ha. Buyurun olmuşsun vur. Sigara. Ha birini vurduk da. Ne? Allah Allah. Oya gidiyor. Uzağa vuruyor, bu kaşık şeydi. 100 metre var. Ha, onu diyor bu gülleden alıp heç kim almır. Özde buna ölü düştü. Sence ona bak qara. Ölü düştü bir güllə. Deyirlər ki pisdir. Mən həmişə bundan alıram. Neçə ildir bununla işlədirəm. Yadıma gəlmir donuz qobuda nə qədər vurduq ha tapıb. Ha.
düştü. Orada değil o bu. Açığa düştü özdə. Şurada da değil. Onu götürmək olar ha qara, açığa düşdü. Orada değil mi? Yaxşı çəkdi bir bunu. Şurada. Herhalde yok. İşlətdiyimiz patronlardır bunlar. 2 nömrə. 2 nömrə. TK7 36 qram. Uzaq məsafə üçün bunlar yaxşı patrondur. 2 nömrə çox adam balaca qırmalardan istifadə edir. O da ki quşun yaralı düşməsinə səbəb olur. Balaca qırma düzdür, rahatçılıqdır vurmaq. Ancaq quş düşəndən sonra onu tapmaq biraz çətinlik yaradır. Biz niyə 1 nömrə, 2 nömrə işlədirik? Ya quşu vururuq, ya da vura bilmirik. Onu yaralı buraxmırıq da, yara düşüb yaralı getsin. Ona görə ən çox işlətdiyimiz patronlardan da bunlardır. 2 nömrə, 3 nömrə, 1 nömrə, 36 qram. Ən çox da 1 ilə 2 ilə istifadə edirik. Sonra belə bir şey almışıq. Mağazindən kolonkadır. Kolonkadır. Buna səs qoşuruq. Bir göstərəcəm. Telefona şey yazmışıq burada. Telefondan bura səs qoşuruq. Və istədiyimiz quş səslərini buradan səsləndirə bilirik. Məsələn, qaşqaldaq səsi qoşdum. İndi qaşqaldaq səsini qoşdum. Yerimizi dəyişmişik. Gəlib çıxmışıq bana belə. Sardağa. Bayaq hardasa 9 dənə quş vurduq. 9 dənə quş vurduq. İnşallah indi gözləyirik. Görək nə olur. Şey vurduk birini. O bizler biraz yukarıdan kesti. Düştü. İkisi de orada. O götürüp belki kaynak. Vur, vur. Ne diyelim bu sözü? Vur piridi. Kabağa gözle. Ne diyelim bu sözü? Ha. Vur. Kanat oldu. Ne vallahi. Bu kanat oldu ha. Vallahi kanat. Ay oldu kaçacak o. Vur. Köşte atmıyor. Hiç gözlemedi öbür taraftan geldi. Odur yaxşı yerdi.
Demək bu Sarı Su Gölü ərazisi 48 min hektar ərazisi var. 3 rayonu əhatə edir. Saatlı, İmişli, Ağcabədi rayonlarının ərazisində yerləşir. 48 min hektar ərazisi var. Belə orta hesabla hesablasaq, Bakıdan hardasa Sumqayıta qədər bu gölün uzunluğu var. Yəni burada tək bura getmir də. Sarı Su, Şərbətqobu, Ağgöl. Bunlar üçü elə bir ərazidə yerləşir. Yəni bunların uzunluğu hardasa Bakıdan hesablasan uzunluğu bu gölün Sumqayıta qədər olar. Yəni bura gəlib bələdçisiz bura gəlmək, ya tanımayan adamın bura gəlməsi, gölə girib buradan çıxması qeyri-mümkün olan bir şeydir. Yəni burada itan adamın yol tapıb geri qayıtması çətin məsələdir. Belə baxanda da görsənir. Hər yer qamışdıq, hər yer qamışdıq, göl, qamış, göl, qamış. Yəni başqa burada bir heç nə yoxdur ki, nəyəsə bir nişan tutub o tərəfə gedəsən. Elə fırlana qalarsan bu böyük ərazidə. Yəni çıxışı tapmaq biraz çətindir. Ona görə bələdçi ilə buralara gəlmək daha məsləhətlidir. Gedib ovçular dükanlarından ov silahı seçirsiniz. Ov silahına sənəd alırsınız. Sonra ovla məşğul olmaq üçün, yəni ova getmək üçün Ekologiya Nazirliyindən lazım olan ovlar üçün, quşlar üçün, ya heyvanlar üçün müddət var. O müddətə uyğun ödəniş eləyib lisenziya alırsınız. Lisenziya aldıqdan sonra hazır vəziyyətdə patronları alıb, bütün beşmeşoğu hazır eləyib, yəni ova gəlmək olar. Balıq ovuna baxanda bu çöl ovu, quş ovu və heyvan ovu biraz belə rus dilində desək rasxodludur. Rasxodu biraz çoxdur. Çünki bunun yolu, izi, benzini, lisenziyası, bələdçisinin pulu, icazəsi, patronlar. Yəni əvvəlki vaxtlara baxsaq, yəni patronun zadının da qiyməti qalxıb biraz. Ona görə biraz ovun biraz rasxodu çoxdur. Balığa baxanda, balıq ovuna baxanda. Ancaq arada yəni keçmək lazımdır. Bəzi şeylərdən. Ovçular demişkən, bu da bir xəstəlikdir. Hələ bir şey xəstələnir. Vallahi indi mən Sumqada dərmanla gəlmişəm, hələ tam sağalmamışam. Həkimlər bəzi dərman zad yazmışdı, iynə zad. Onları da yığmışam, maşına götürüb gəlmişəm. Ki, ovun sezonu qutarır. Heç olmasa, ovun axırına yaxın bir dəfə ova gəlim. Bu da belə. Yenə də buradan ovçu dostlarımıza, balıqçı dostlarımıza hamısına salam göndərmək istəyirəm. 91-11-də bizim ovçu dostumuz işləyir baş ofislərində. Yəni adını çəkməyim, reklam kimi çıxmasın, ona da salam göndərirəm. O da bizim videoları izləyir. Sonra bəzi dostlar, qardaşlar var, hamısına salam göndərirəm. Bizim videoları izləyirlər, bizi dəstəkləyirlər. Sağ olsunlar. Allah onlardan razı olsun. Biz də onların videosunu izləyirik. Onların yəni o videolarını, balıq videolarını hamısını izləyirik. İnşallah havalar da isinir. Allahın köməkliyi ilə yaxşı balıq ovlarımız olacaq. İnşallah onlardan da çəkib uğraşdıracağıq. Quşlar uzaqdadır. Bax, quşlar görürsən, çox uzaqda oturublar. Hələ bu tərəfə gəlmirlər. İnşallah gəlsinlər, onları da çəkəcəm. Qaldırandı. Nədir? Qaldırandı. Xəstə gibi Bu qabaq atıb, ən yaxşı qabaqdır. Demək bir dəfə burada nətər yıxıldım suya. Səydam dilə gələndə. Loxtqanı verib mənə, deyir sən suya gəl, mən bu kişini aparam. Ama mən də belə elədim, taram yıxıldım suya. Bütün tüfəng, patron, zat, loxtqan çörmüşdüm. Bir də durdum ki, su buramlandı. Təzdən durdum, loxtka qaldı orada, yeriyə getdim, çıxdım qırağa. Suyun içindən. O bir sonra getdi, birinci vurdu quzu. Hə, de gördüm. Oradan. Hə, orada qalıb. O, yekə şey deyil, qaşqaldaqdır.
Qaşqalda çox. Qaşqaldaq şey mən valla ördək ətindən qəşəngdir qaşqaldaq əti. Yağlı olur. Allah. Onu yaxşı pişirən olsa qəşəng olur qaşqaldaq əti. Bu da yaxşı qaşqaldaqdır. Çox ağır. Dünya özüm ölüb. Dünyanın axırı idi bu. Vurduq hardan gəldi bura düşdü. O birisi bizi tapanmadıq. 3 dənəsi yaxşı vurmuşuq. Onu da götürüm. Onu da koyma ora. Bu da qaşqaldaqları da yığaq ora. Bunları da yığaq. Burada qara ilə bizim uşaqların vurduğumuz qaşqaldaqlar. Qaşqaldaq, burada da var. Komşu 55. 55-53. Oo. 5 tane kuş götürmüşəm, gəlmir. 5'ini götürmüş. Abi 5 tane götürmüşəm, o attığımız oydu. Hadi, 5 tane, onun 5 tane. Qaşqaldaqlar vurmuş. Onda o yüzünlərə ağa baxın, o yaxından gələnə durduğum yerlərə baxın, olmasın, gəlin verin. Ay sonra. Nereden? O tarafa alacağım. Ay sonra. Yaxşı. Gecə axşam. Çıkala qalmış. Hə, sözdə külək də yoxdur, yaxşıdır. Əla. Suyun dibi görsən, yaxşı. Ya da terasıma geleceğim, ya da terasıma. Ha gel ne haber he? Bir şey vurdunuz Elçin. Var şeyde. İşte də. Biz üçünü tapamadık hələ. 5 dənə vurmuşuq. Üçünü tapa bilmədik hələ. Sana sol sözünü bir. O qəşəng ördək vururum ha. Baba yeməli olur. Dünən qora 3 vurdu onu. Ha, ördək vururum sana ha. Biri buradan oradan bir. Hatırını tapamadı yani. Berdən dəstə düşəsən, kombizonla. Kombizonu götürsəydik, qara onu tapardıq. Eşələndi deyə bayaqdan dala qabağa girib qalmışdıq qamışın içində. Onları tapıb çıxardardıq. Ya görün qamışdan zırılıydı. Yani bir uzadan qalmışdı. Tekrar bir şey görüp kaçtı qamışın içində. Görüp kaçtı. Görüp kaçtınca seni ben geçtim. Kalktın. Keçmədi. Hə, bu da bizim Çəkin. bizim qaşqaldaqdır. Bir dənə ördəkdir. Bugünkü ovumuz yadigardır. Ondan sonra qaradır, həmiddir. Bir də bizik. Bugünkü ovumuz hələ gün ortaya kimi budur. Dur ben orada şeyini çekeyim. Hamımızdan salamat. Başla.
generatorun motorunu qoyub, necə gedir hava maşını? Sürəti yoxdur da, belə gücü var, çəkir, ancaq sürəti yoxdur. Nə işlədir abi? Dizel? Dizel ha. Onu güclü tok verərdi o.